Dişimə 4-5 dəfə iynə vurulub, keymir. Narkozla çəkdirmək istəyirəm. Bir diş üçün narkoz almağa dəyərmi? Dediyim kimi keyməyən diş yoxdur. Əgər sizin dişiniz keymirsə, bu biz həkimlərin səhvidir. Biz həkimlərin təcrübəsizliyidir. Mən sizin dişinizi keydə bilmirəmsə, bu mənim təcrübəsizliyim anlamına gəlir. Qaldı ki, narkoz yoxsa sedasiya. Narkozla sedasiya ümumiyyətlə bu mənim sahəm olmasa da, qısa bir məlumat olaraq deyim ki, bunlar fərqli-fərqli bir şeylərdir. Sedasiyada yalnızca yatırıq, amma biz ağrını hiss edirik. Ona görə də sedasiya ilə bərabər keyləşdirici iynələr də vurulur. Amma narkozda isə genel anestezi dediyimiz, yəni ümumi keyləşdirmədir, bədən ümumi ağrını hiss eləmir, reaksiya vermir. Bu mənim sahəm deyil, mən ümumən belə dedim. Narkozla girilirsə əməliyyatlara, narkozda artıq nə qədər çəkilməli diş varsa, hamısı orada həll olunub çıxmalıdır. Amma sedasiya altında müalicələr olur, sedasiya ilə müalicələr eləməyimiz mümkündür. Amma buna ehtiyac varmı? Özünüz bir dönə-dönə bir düşünməlisiniz. Sizin dişinizdə ağrı varsa, bunu ağrını həll eləyə bilən həkimə müraciət eləyin ki, bu fobiyalarınız olmasın, daimi belə bir gərginlikləriniz olmasın.